Salam əziz dostlar, əziz şahmatçılar. Biz bugün sizinlə növbəti məşğələmizdə top filə qarşı olan sonluqlara baxırıq. Yəni top filə qarşı olan tipik mövqelərdə, müəyyən mövqelərdə top filə qalib gələ bilir və müəyyən standart vəziyyətlər var ki, o mövqelər heç ola bilir. Biz mövqeyə nəzər yetirək. İlkin bax bu nəzər yetirək bu mövqeyə. Deməli burada top filə qarşı sonluqda gediş kimin olmasından asılı olmayaraq bu mövqe heçsə mövqeyidir. Çünki şahın olduğu künçxanası ilə filin rəngi əksdirsə, burada oyun heç olur. Yəni deyək ki, şah C7 oynadı, fil B8, şah C8, fil A7 istənilən yerə hərəkət edir, top B2, fil D4, top B4, fil A7, yəni hər hansı bir deyək top A4 oynasaq pat alınır, yaxud da istənilən yerə topla hərəkət eləsək, fil də istənilən yerə hərəkət edir, istənilən yerdən şah versək, fili qayıdır, şah gələndə heç olur. Yəni bu mövqedə uduş mümkün deyil və biz deməli baxırıq ki, bu cür mövqelərdə dediyimiz kimi şahla filin rəngi əks xanadadırsa, fərqi yoxdur. Hər hansı bir gediş eləsə, buradan da fil kəsir, buradan da şah oynaya bilmir. Yenə pat alınır. Yəni bu mövqelər heç alınır. Yox, misal üçün şahın olduğu xana ilə künc xanası ilə filin rəngi eyni olarsa, burada uduş mövqeyidir və burada da gediş kimin olmasından asılı olmayaraq, yəni ağlar, yəni üstün tərəf top qalib gəlir. Deyək ki, ilk şah J6 oynadı, fil J7 gəlsə, top C8, şah buradan mat alınır, yaxud da şah J6 ilə oynaya bilər. Deyək ki, şah J8 oynasa, top C8 artıq burada suksulank mövqeyi alınır və gördüyünüz kimi şah H8 gedişindən sonra top F8 qalib gəlir. Yəni ilkin gedişdə burada gediş kimin olsa fərqi yoxdur. Hər bir halda ağlar istənilən cür qalib gələ bilir. Yəni bu cür mövqeləri siz də yadda saxlamaq üçün diqqətlə videomuza baxıb özünüzdə şəxsi analiz edə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək ümidi ilə.